Qardaş deyir ki, müsəlman kimə deyilir? Müsəlman kimə deyilir? Müsəlman Allaha və onun Rasuluna ilə ona deyilir. Əlhamdülillah. Hə? Deyir, ibadəti yoxdursa. Heç bir Yəni, yoxdursa belə. Baxın, elə suallar verin ki, o suallar o izah olunmayıb yəni. Yəni, əməl məsələsinə gəldikdə, adətən bu məsələ namaz məsələsinə gəlib çıxır. Aydındır. Yəni, fırlanmaq istəmirəm eyni məsələdir. Müsəlman kimdir? Kim la ilahe illallah Muhammedən Rasulullah deyirsə, müsəlman odur. Peyğəmbər sallallahu aleyhi ve sellem Muad bin Cəbəl Yəmənə göndərəndə nə deyir? Yəmən əhli xristiyanlar idi. Deyir, fəd'uhum ilə şəhadət ən la ilahe illallah. Onları la ilahe illallah'a dəvət eləyinə. Yəni, onlar la ilahe illallah Muhammed Rasulullah dərsə müsəlmandılar. Və sonra İslamın başqa tələb etdiyi şeylər gətirirlər yerinə. Qısa cavab budur. İxlasla.com saytı tərəfindən təqdim olundu.